Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının prezidenti Sergio Mattarella'nın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sergio Mattarella'nı qarşıladı. Qaravul, fərağat! Qaravula! Ol! Diqqət sağa! Fəxri qarovul dəstəsinin rəisi İtaliya prezidentinə raport verdi. Cənab İtaliya Respublikasının prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qarovul düzülüb. Qarovul rəisi polkovnik leytenant Quliyev. İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Sergio Mattarella'nın qarşısından keçdi. Azərbaycan və İtaliya prezidentləri rəsmi foto çəkdirdilər.